Gilas. Mən həmişə çəkiliş edəndə mütləq belə, bax bu gilasdır. Kiloqramı, 1 kiloqramı 25-30 manatdır. Bizdə hər şey bahadır. Hər şey bahadır. Baxmayaraq ki, kənd təsərrüfatı bizə inkişaf edib, kənd təsərrüfatı bizə nələr verməyib daima, meyvələr, tərəvəzlər. İndi bunlar çox az halda reallaşır, marketlərə az gəlir, ona görə də qiymətləri daha baha olur. May ayı olmasına baxmayaraq, Bakıda gilasın qiyməti əl yandırır, bəli. 25-30 manata gilas mı olar? Hansısa bir yaşla bağlı pensiya çıxanlar 220 manat alır. Bunun 25 manatını verib gilasa 30 manatını verib gilas alır. Nə bilim 30 manat verib 1 kilo kərə yağı alır. Bir 20 manat, 25 manat da verir. Sümüksüz ət alır. 100 manat getdi. Yerdə nə qədər qaldı? İş dərmanlarına pul çatmır. Bəli, ölkə nöqtəsi xəbər verir ki, paytaxtın mərkəzinə yaxın ərazilərdəki kiçik meyvə tərəvəz mağazalarında gilasın kilosu 25-30 manata satılır. Heç ölkə nöqtəsi deməsin, Sara Səfra desin. Bizə yaxın olan marketlər var. Biz ora giririk, baxırıq. Hələ ki, rənginə baxırıq. Bəziləri elə əyilir ki, gilasdan bir qoxu özünə çəksin. Gilasında hələ ki, qoxusu yoxdur. Satıcılar həmin gilasın xaçmaz məhsulu olduğunu əsas gətirərək belə baha satıldığını bildirirlər. Nisbətən kənar ərazilərdə isə gilasın kilosu 5-11 manata satılır. Bəli, mən də bilirəm ki, mərkəzdə yaşayıram. Gilasın kilosu bəzən elə 25-30 yox, daha da baha satılır. Allah insaf versin satıcılara. Allah o alıb yemək istəyənlərə də ruzi versin. Sara Səfra Bahadırdan bu qədər. Eybi yoxdur. İyun ayında gilas yeyərsiniz.